Salam, kanalıma xoş gəldiniz. Dadlı, ləzzətli puding resepti paylaşıram. Qazanı ocağın üzərinə yerləşdirib, içərisinə 1 stəkan şəkər tozu, 3 dolu xörək qaşığı kakao, 3 dolu xörək qaşığı nişasta əlavə edib qarışdırıram. Quru ərzaqlar bir-birinə qarışdıqdan sonra 5 stəkan süd əlavə edib yaxşı qarışdırıram ki, içərisində topa qalmasın. İstəyə görə şəkər tozunun miqdarını artırıb azaltmaq olar. Puding hazırlayan zaman qaynayana kimi qarışdırmaq lazımdır, yoxsa nişasta qazanın dibinə çöküb yapışar. Qaynamağa başlayıb, indi içərisinə 50 qram yağ, 100 qram şokolad, mən südlü şokoladdan istifadə elədim. Kakaoluğu çox olan şokoladdan da istifadə eləmək olar. Vanilin əlavə edib ocağı söndürürəm. Yağla şokolad tamamilə əriyənə kimi qarışdırmaq lazımdır. Artıq puding hazırdır. İstəyə görə həm isti, həm soyuq nuş etmək olar. Yeyən hər kəsin bəyəndiyi bu pudingi siz də hazırlasanız peşman olmarsınız. Bir dəfə də olsa bu resepti yoxlamağınızı tövsiyə edirəm. Bugünlük bu qədər. Gələn videolarda görüşənədək hələlik.